Telekitab Dahi Şəxsiyyət. Bu yaxında 200 illik yubileyi qeyd olunacaq Mirzə Fətəli Axundzadənin doğulduğu Şəki şəhərindədir. Azərbaycanın gözəl və rəngarəng təbiəti Şəki şəhərindəyik. Səfalı havası, yaşıl meşələri, qarlı zirvələri ilə göz oxşayan bir çox tarixi abidələrin, Xan Sarayı, Alban məbədi, Gələrsən Görərsən qalası və başqa qədim tikillər şəhəri Şəki Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Onlardan biri də milli dramaturgiyamızın banisi, materialist filosof, ictimai xadim Mirzə Fətəli Axundzadədir. "30 iyun 1812-ci il isti bir yay günündə Şəki şəhərində Mirzə Məhəmməd Tağının evindən körpə səsi ucalır. Gələcəyin böyük dramaturqu Fətəli dünyaya göz açır. Onun atası Mirzə Məhəmməd Tağı İran yaxınlığında Xaminə qəsəbəsində yaşamış, həmin kəndin kəndxudası olmuş, vəzifəsindən azad edilişdən sonra kərkilik edə-edə Şəkiyə gəlib çıxmış. Dediyim kimi 1811-ci ildə bu evi satın almış, 1812-ci ildə dahi mütəfəkkir bu evdə dünyaya göz açmışdır. Böyük mütəfəkkirimiz Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin ev muzeyindəyik. Fətəlinin doğulduğu bu ev 1800-cü ildə tikilib. 1810-cu ildə atası Mirzə Məhəmməd Tağı evi satın alaraq ailəsi ilə birgə bura köçür. 2 otaqdan ibarət bu ev şərq üslubuna məxsusdur. Şəkidə ən fərqli buxarı da məhz Mirzə Fətəli Axundzadənin doğulduğu evdədir. Ev muzey kimi 1940-cı ildən fəaliyyətə başlayıb. Mirzə Fətəli Axundov düz 2 il bu evdə yaşayıb, sonralar anası Nanə xanım ilə İrana köçməli olub. Cəmi 2 il kiçik otaqlı bu evdə yaşayan Fətəli 1814-cü ildə atasının təkidi ilə Təbriz yaxınlığındakı Xaminə qəsəbəsinə köçürlər. Mirzə Fətəli Axundzadə 13 yaşına qədər İran ərazisinin müxtəlif yerlərində yaşamalı olur. Uzun müddət dözülməz ailə şəraiti ilə üzləşən anası Nanə xanım ərindən ayrılmağa məcbur olur və oğlu Fətəlini də götürüb Şəkiyə əmisi Axund Hacı Ələsgərin yanına gəlir. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Axund Hacı Ələsgər Ruhani olsa da, ərəb və fars dilini dərin bilən bir şəxs olmuş. Mirzə Fətəli Axundovun dahi kimi yetişməsində Axund Hacı Ələsgərin böyük rolu olmuşdur. Qeyd etmək istəyirəm ki, Mirzə Fətəli Axundzadə ruhani təhsilini Xaminədə, ibtidai təhsilini isə Şəkiədəki açılmış rus məktəbində almışdır ki, yaşı çox olduğundan bu məktəbdə bir ildən artıq oxuya bilməmişdir. 1832-ci ildə Məkkəyə ziyarətə gedən Axund Hacı Ələsgər oğlu Fətəlini də götürüb Gəncəyə gəlir və burada tanış olan, müəllim tanış olan Molla Hüseyn Pişnəmadzadəyə tapşırır ki, Mirzə Fətəli Axundova bu məktəbdə məntiq və fiqh elmlərindən dərs versin. Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılan rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, əmisinin köməkliyi ilə Tiflisə gedir. Qafqaz Canişinin baş dəftərxanasında mülki işlər sahəsində şərq dilləri mütərcimi təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona hərbi polkovnik rütbəsi verilir. 1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeografiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, Əkinci qəzetinin nəşrinə böyük əhəmiyyət verir. Onun səhifələrində Vəkili Milləti Naməlum imzası ilə məqalələr dərc etdirir. Azərbaycan milli dramaturgiyasının banisi kimdir? Sabit Rəhman. Pas. Bilmirəm. Yox, mən öz kanala düşmək istəmirəm. Azərbaycan milli dramaturgiyasının banisi kimdir? Bilmirəm valla. Pas. Pas, cavab yoxdur. Şəki, eşq olsun Şəkiyə. Mirzə Fətəli Axundov. Mirzə Fətəli Axundov. Hansı əsərlərini tanıyırsınız? Axundov, nə bilmirəm. Bilmirəm. Sovet hakimiyyəti qurulandan sonra Axundovu yaxşı tanınıb ta ki bu axırıncı 20 illərə kimi. Ona görə də bu axırda əmələ gələn 25 yaşında, 30 yaşında adamlar Mirzə Fətəli Axundov haqqında heç nə bilmir. Azərbaycan milli dramaturgiyasının banisi kim olub? Bu saat Axundov. Mirzə Fətəli Axundov. 1812-ci ildə anadan olub. Şəki şəhərində, bəli. Hansı dram əsərlərini tanıyırsınız? Onun Aldanmış Şəvakib. O ilk povesti həm də Azərbaycan. Aldanmış Şəvakib. Monsieur Jordan Dərviş Məsləhşah. Hacı Qara. 5 dənə əsər var, Xəmsə. O da Xəmsə adlanır. Xəmsə Nizamidədir. Əstəğfirullah, Nizamidədir. Dram əsərləri var. Əsərləri Mirzə Fətəli Axundov. Hansı əsərlərini tanıyırsınız? Molla Kimyagər. Sonra Dərviş Məsləhşah, yadımdan çıx. Hacı Qaray. Bir çox əsərlər. O harda doğulub? Şəkidə, bizim yerlimiz. Əla. Var yuxarı tərəfdə. Ev muzeyi, çox olmuşam orada. Bilmədim. Heç xatırlamırsınız? Yaxşı, bəs Mirzə Fətəli Axundzadə? Tanıyırsınız belə bir adamı? Tanıyırıq, amma bilmirəm. Yəni, bilirsiniz o harda doğulub? Xeyr. Mirzə Fətəli Axundzadə. Haqqında məlumatınız var? Var. Bununla bağlı hansı əsərlərini oxumuşam. Biraz ən axırda oxuduğum yadımda deyil, amma oxumuşam. Bilirəm o barəsində məlumatım var. Şəkilidir. Muzeyinə getmişəm, görmüşəm, məlumatım var. Neçə dram əsəri var? Heç olmasa onu bilirsiniz? Neçə dram əsəri var? 5 dram əsəri var. Özləri 5 də dram əsəri var, onun olduğunu bilirəm. Səhv eləmirəmsə 4 dənə dram əsəri var. Bilmirəm. Şəkilisiz? Öz yerlinizi tanımırsınız?
Xeyr. Mirzə Fətəli Axundzadə. Haqqında məlumatınız var? Bəli. Mirzə Fətəli Axundov bizim şairimiz oldu idi. Bəli. Hansı şeirlər var? Bilmirəm. Əvvəla xoş gəlmisiniz şəklimizə. Bir şəkili kimi, əgər mən bunu bilməsəydim, təbii ki, mənim üçün eyib olardı. Hər kəs bunu bilməlidir. Azərbaycanımızda milli dramaturgiyanın əsasını qoymuş şəxs Mirzə Fətəli Axundovdur ki, bu yaxınlarda artıq 30 iyunda səhv etmirəmsə, onun yubileyi olacaq, 200 illiyi olacaq. Təbii ki, öz sənəti ilə, öz baxış tərzi ilə hər zaman insanların yaddaşında qalmağa çalışan bir şəxsidir və həqiqətən də yaddaşımızda qaldı və bugünə qədər gəlib çatması, bir tarixi şəxsiyyət kimi, bir ədəbiyyatımıza böyük töhfələr vermiş bir insan kimi daim yaddaşımıza onun adı səslənəcək və dillər əzbəri olacaq. Azərbaycan milli dramaturgiyasının banisi kimdir? Bilmirəm. Mirzə Fətəli Axundovu tanıyırsınız? O harada doğulub? Şəkidə. Siz bilmirsiniz ki, o milli dramaturgiyanın banisidir? Hansı əsərini oxumusan? Sən oxumusan əsərləri? Yox. Mirzə Fətəli Axundzadə. Hansı əsərlər? Hacı Qara, Aldamış Kəvakib, sonra Mirzə Fətəli Axundov. Əsərləri çoxdur. Bəxtiyar Vahabzadə. Axundzadə yaradıcılığa ilk dəfə Səbuhi təxəllüsü ilə şeirlə başlayıb. O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi. Mirzə Fətəli Axundzadənin yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur de Ostland yazırdı. Fikirləşmək olardı ki, Transkafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə hələ uzun zaman yad qalacaqlar. Lakin onların arasında qəflətən dramatik dahi meydana çıxdı. Tatar Malyeri, hansının ki adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O, Mirzə Fətəli Axundzadədir. Mütəfəkkirin yaradıcılığı haqqında hələ öz sağlığında xarici ölkələrdə dəyərli yazılar çap olunub. Onun komediyaları rus, fars, ingilis, fransız, alman dillərinə tərcümə olunaraq ona dünya şöhrəti qazandırıb. O dövrdə Azərbaycan yazıçılarından Rusiyada və Qərbi Avropada ən çox tanınan, məşhur olan, sevilən məhz Mirzə Fətəli Axundzadə olub. Bildiyiniz kimi Mirzə Fətəli Axundov Azərbaycanın ilk dramaturqu olmuşdur ki, bu 1850-55-ci illər ərzində o 6 böyük komediya yazmışdır ki, o bu komediyaları ilə dünyada böyük şöhrət qazanmışdır. Çox şübhəsiz ki, Şəkinin əsrarəngiz təbiəti Mirzə Fətəli Axundzadənin əsərlərinə də öz təsirini göstərib.
Mirzə Fətəli Axundzadənin Azərbaycan ədəbiyyatına xidməti böyük olub. Əsərləri müxtəlif ölkələrdə, müxtəlif dillərdə çap olunsa da, ədibin Azərbaycan dilində komediyalarının çapı 1859-cu ildə həyata keçib. Şərq İslam ölkələrinin bədii fəlsəfi fikri tarixində yeni mərhələni başlayan Mirzə Fətəli Axundzadə 1850-55-ci illər arasında özünün 6 klassik məzhəkəsini, Hekayət-i Molla İbrahim Xəlil Kimyagər, Hekayət-i Müsyo Jordan Həkimi Nəbadət və Dərviş Məstəli Şah Cadükünü məşhur, Hekayət-i Xırs Quldurbasan, Sərgüzəşti Vəziri Xani Lənkəran, Sərgüzəşti Mərdi Xəsis, Mürafiə vəkillərinin hekayəti 1856-cı ildə Azərbaycan ədəbiyyatında ilk povest hesab edilən Aldanmış Kəvakib povestini yazıb. Böyük mütəfəkkir 1857-ci ildən ərəb əlifbasının islahı, sonra dəyişməsi istiqamətində qızğın fəaliyyətə başlayıb. 60-cı illərdən ömrünün sonuna qədər bir mütəfəkkir kimi tənqid, fəlsəfə və sosiologiya sahəsində çalışaraq özünün məşhur Kəmal-i Dövlə məktublarını qələmə alıb. Ancaq müsəlmanlar özləri də onları təhqir edən adamla haqq hesab kəsələr, mən heç də təəccüb etmərəm. Mirzə Fətəli Axundzadənin komediyalarında təsvir olunan zəngin və rəngarəng surətlər aləmində mənfi qəhrəmanlar mühüm yer tutur. İctimai həyatı maarifinin əsas nöqsan və eyblərini ilk növbədə hakim imtiyazlı təbəqələrə, bəylər və ruhanilərə bağlamış və buna görə də ilk növbədə onları öz komediyalarının əsas qəhrəmanları və tənqid hədəfləri kimi götürüb. Mirzə Fətəli Axundzadənin əsərləri arasında Dərviş Parisi partladır, Hacı Qara və digər əsərlərinə film və teatr tamaşaları çəkilib. Azərbaycan ziyalılarının ən parlaq nümayəndəsi, realist dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə əmsinin vəsiyyəti ilə onun qızı Tuğbu xanımla ailə həyatı qurub. Onların 13 evladı olur, onlardan çoxu qızılça xəstəliyinə məruz qalaraq vəfat edir. Onlardan yalnız ikisi, oğlu Rəşid bəy, qızı Nisə xanım qalır. Qızı Nisə xanım qızlar üçün açılmış gimnaziyanı, oğlu Rəşid bəy isə Brüsseldə universiteti bitirir. Əsrlər keçməsinə baxmayaraq Mirzə Fətəli Axundzadə yaradıcılığı, əsərlərində ifşa edilən nadan, cahil obrazlar bugün də öz aktuallığını saxlayır. Dramaturqun bu yaxında keçiriləcək 200 illik yubileyinə də böyük hazırlıq tədbirləri görülür. Azərbaycan Film Dövlət Kinostudiyasında Mirzə Fətəli Axundov haqqında bioqrafik bədii film çəkilir. Sübhün Səfiri adlanan filmin mütəfəkkirin 200 illik yubileyi ərəfəsində ekranlara çıxacağı gözlənilir. İstəyirəm ki, həm Axundovun həyatın, onun düşüncələrin, arzuların çatdırın bir insan kimi və həm də biraz çətindir, çünki mən bir neçə belə tarixi rollar oynamışam. İstəyirəm ki, heç kəsə bənzəməsin. Qeyd edək ki, Azərbaycanın böyük maarifçisi haqqında ilk Səbuhi adlı film 1941-ci ildə çəkilib. Rejissoru Rıza Təhmasib olan film dramaturqun həyat və yaradıcılıq fəaliyyətindən bəhs edir.